Değerli dostlar, bu günlərim sizə deməli Keynes effektindən, Pigo effektindən, bir də xalis ixrac effektindən danışmaq istəyirəm qısaca. Hər üç effekt məcmu tələbə necə təsir göstərir, onu izah etməyə çalışır əslində. Təsəvvür edin ki, birinci başlayacaq Keynes effektindən. Təsəvvür edin ki, qiymətlər aşağı düşür. Qiymətlər aşağı düşəndə deməli pulun alıcılıq qabiliyyəti artır. İnsanlar elə bir ki 10 manat aldıqları şeyi indi 8 manat alırlar, 9 manat alırlar. Belə olanda o 1 manatı yığıma yönləndirirlər. Yığıma yönələndə bu dəfə də yığım artır, yəni bankda əmanətlər artır. O əmanət nə edir? İnvestisiyalara çevrilir. Yəni belə olanda pul təklifi də artır. Deməli nə olur? Qiymətlər aşağı düşür, avtomatik pul təklifi də aşağı düşür. Daha doğrusu faiz dərəcələri aşağı düşür, pul təklifi artır. Və belə olanda da məcmu tələb artır. Baxın, məcmu tələb artır. Yəni deməli məcmu tələb tutaq ki 2.15 məcbur buraxılış 15 idi. 6-da isə 5-ə gerilir, fikir verirsiniz və yaxud da tam tərsi deyə bilərik. Deməli, əgər növbəti dəfə AD əyrisi biz sağa sürüşdüyündən danışırıqsa, bu dəfə növbəti nöqtə 15 olur və növbəti nöqtə tutaq ki 30 olur. Məcmu tələb əyrisi sağa sürüşdüyünə görə. Bir də Pigo effekti var. Pigo effektində də yenə təxminən eyni məsələdir. Tutaq ki, deyək, sizin cibinizdə 1000 manat var. Qiymətlər aşağı düşəndə siz o 1000 manata daha çox məhsul və xidmətlər ala bilirsiniz. Belə olanda da insan elə bir ki, özünü daha varlı hiss eləyir, daha çox alış-verişə təşviq eləyir bu vəziyyət insanları. Deməli, nə olur? Qiymətlər aşağı düşür, real sərvət artır, artma effekti kimi görsənir ortalıqda və belə olanda da məcmu buraxılış artır. Niyə? İnsanlar daha çox alış-veriş eləyir, insanların çox alış-verişi ümumi istehsalı da artırır və bu zamanda məcmu tələb əyrisi yenə də sağa sürüşür. Bir də var xalis ixrac effekti. Deyir ki, qiymətlər ölkə daxilində, görürsünüz, hər üç halda qiymətlər ölkə daxilində aşağı düşəndə insanlar daha çox yerli məhsul alırlar və xarici məhsulu tərcih eləmirlər. Belə olanda da ölkədən xaricə ixracı artır. Niyə? Çünki xaricilər bizim ölkənin məhsulları daha rəqabət qabiliyyətli olduğuna görə, ucuzda axı, daha rəqabət qabiliyyətli olduğuna görə ölkənin məhsullarını alırlar. Deməli, Azərbaycanlılar, məsələn, fərz edək, daha çox Azərbaycan məhsul alırlar. Niyə? Çünki ucuzdur. Xaricilər də Azərbaycan məhsul alır. Niyə? Çünki ucuzdur. Beləliklə bizim ixracımız artır, idxalımız isə azalır. Deməli, xalis ixracımız nə olur? Net eksportumuz artmış olur. Bax belə.